Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Allahümme accel li veliyyikel ferac. Selamun aleyküm əziz değerli müminler. Hoş gördük sizleri bu rahmet ayında. Allah Teala bu Ramazan ayında ibadetlerimizi, itaatlerimizi halis ibadetlerden karar versin. Ramazan ayı ki 11 ayın sultanıdır əzizlər. Bu Ramazan ayı haqqında çoxlu hədislər var. Bunun bərəkəti haqqında çoxlu hədislər var. Bugün sizin nəzərinizə gözəl bir hədis çatdıracağıq ki, Abdullah İbni Amir öz atasından belə nəql edir ki, İmam Rıza aleyhissalam buyurdu. İzə kana yevməl qiyamə zuffətişşuhur iləl haşr. Qiyamət günü başlayanda ilin ayları da məhşər səhrasına gələcək. İlin ki 12 ayı var, onlar da məhşər səhrasına gələcəklər. Yaqdumuha şəhru Ramazan aleyhi min kulli zinətin həsənətun. Ayların tam önündə Ramazan ayı zinətlərin ən gözəli bəzənmiş halda məhşər səhrasına gələcək. Allah Ramazana bu qədər fəzilət verib. Fəhuvə beynəş-şuhuri yevməizin kəl-qamari beynəl-kəvakib. O həmən gün məhşərdə aylar arasında, ulduzların arasındakı aya bənzər. Bəzən görsən ki, hava o qədər təmiz olur ki, ulduzların arasında o qədər gözəl görsənir ki, insan elə istəyir ki, ona nəzər edib baxsın. Bu ay, burada Ramazan ayına bunu oxşadıblar. فَيَقُولُ أَحْلَ الْجَمْ بَعْضُهُمْ لِبَعْزٍ وَدِدْنَا لَوْ عَرَفْنَ حَازِهِ السُّوَرِ. Məhşərə toplaşanlar bir-birlərinə deyərlər ki, kaş bu gözəl simaları tanıyardıq ki, bu simalar nədən ibarətdir? Bunlar niyə bu qədər gözəldirlər? Bunların qabağında gələn gözəl niyə bu qədər gözəldir? فَيُنَادِ مُنَادٍ مِنْ عِنْدِ اللّٰهِ Teala Azze ve Celle. Allah Teala tərəfindən cartı car çəkər deyər. Ya məhşərəl xəlaik. Ey məhşər əhli. Hazihi suvarü'ş-şuhur əlləti iddətuha indəllahi isnə aşara şəhran fi kitabillah. Gördüyünüz bu simalar Allahın göyləri və yeri yaratdığı gün onun kitabında sayıları 12 olan aylardır. Seyyiduha və afzaluha şəhru Ramazan. Bu ayların ağası və ən üstünü Ramazan ayıdır. Odur ki, o Ramazan ayı bizə üst tutub, əzizlər, bu ay 30 gündən ibarət olan bir ay, çalışaq bu ayda ömrümüzü hədər verməyək, gözəl ibadət eləyək, itaat eləyək ki, qiyamətdə o məhşər səhrasında ki, biz bu ayları Allah Teala bu qədər zinətləndirib, Ramazanı onların öndə qərar verib, bizdə də ondan ibarət ki, biz də çalışaq, bu ayın mərifətini, feyzini biz əldən verməyək. Əbrəztuha li tə'arifu fəzlə şəhri alə sairi şuhur. Onları bugün burada sizə aşkar etdim ki, mənim ayımın digər aylar olan üstünlüğünü görəsiz. Bu Ramazan ki, mənim ayımdır, Allah buyurur ki, ziyafətullahdır, Allahın qonaqlığı ayıdır. Biləsiz ki, Ramazan ayının fəziləti mənim yanımda nə qədərdir. وَلِيَشْفَعَ لِلصَّائِمِينَ مِنْ عِبَادِ وَإِمَائِ. Oruç tutan bəndələrimə şəfaat etdim ki, وَاُشَّفِّيَهُ فِيهِمْ. Və mən də onun şəfaatini qəbul etdim. Budur ki, Allah Teala biz üçün Ramazanı bir şəfaatçı ay qərar verib, günahlarımızı yuyub aparan bir ay qərar verib, sair aylarda o qədər günahlar etmişik, o qədər qeybətlər etmişik, o qədər problemlərimiz olub, o qədər müşküllərimiz olub, o qədər hacətlərimiz olub, o qədər sıxıntılarımız olub, amma Ramazan ayında Allah Teala bizi bu ayla şəfaatçı ay olaraq qərar verib və məhşər səhrasında onu ümdə qərar verib ki, insanlar bu ayın fəzilətini dərk eləyib və ona əməl etsinlər. Allahdan dua eləyək ki, Ramazan ayının gözəl şəkildə başa vurmağı bizlərə nəsib eləsin. Ən ümdə duamız, Mevlamız İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.